Əziz bilgələr, bu dəfə sizə Azərbaycan sənayeləşdirmə, sosial yenidən qurma dərsini izah edirəm. Dərsimizin girişində nədən söhbət edirik? Birinci növbədə biz sənayeləşdirmə dərsini başlatmazdan əvvəl deyirik ki, bu yeni iqtisadi siyasətin tətbiqi nəticəsində bazar iqtisadiyyatı güclənmişdi. Bunu əslində bugünkü dərsimiz içində qismət olsaydı deyəcəkdik. O da olmadı. Olmadı deyə biz indi fəaliyyətə başlayırıq 3 dənə hissədən. Birinci hissə sənayeləşdirmədir, sosial yenidən qurma. İkinci hissə kollektivləşdirmədir, üçüncü hissə isə mədəni quruculuq, qısa. Bolşevik ideologiyasına xidmət edən mədəni, neçə də bu? 1926. Dostlar, əslində deyir ki, SSR-də 25-ci ildə yeni iqtisadi siyasətdən imtina olunur və ondan sonra Azərbaycan SSR-də 26-cı ildə köhnə kitabda yazıldı fevral ayında, burada yazıb sadəcə 26-cı ildə komissiyalar yaradılır sosialist sənayeləşdirmə üzrə. Və bu konkret toplu sualıdır və belə də soruşacağım ki, bu sənayeləşdirmədə əsas diqqət hansı sahələrə yönəlmişdir? Siz deyəsiniz, biz elektrik, energetika, bir də neft. Ümumilikdə bizdə vəziyyət nətərdir? Burada biraz nağıl, təzə kitabda biraz nağılvari cümlələr var. Bunları nətər? Qısa cəmliyək bir yerdən. Birinci onu nəzərə alırıq ki, dünya dövlətlərində həmin dövrdə sənaye sahələrini inkişaf elətdirməkdən ötürü xarici kapital lazım olurdu. SSR-də isə sistem belə ki, xarici kapitalın ölkəyə gəlməsi təhlükəli hesab olunduğu üçün onların sənaye sahəsini inkişaf etdirməyə pulları yox idi. Onlar da fikirləşirlər ki, onda biz pulu hardan tapacaq? Deyirlər ki, kənd təsərrüfatı və digər sahələrdən əldə olunan pulu götürürük, göndəririk sənaye sahəsinə. Bu da əslində sənaye sahəsinin inkişafına gətirib çıxarır. Adamın üstü Allah var. Amma pis tərəfi nədir? Pis tərəfi kənd təsərrüfatı qalır iflic. Həmişə Azərbaycanda əvvəldən də sənaye inkişaf etmədiyi üçün, yəni daha çox kənd təsərrüfatı əsas gəlir mənbəyi olduğu üçün, kənd təsərrüfatının çökməsi ümumi respublikaya mənfi təsir edir. Müsbət tərəfi olur ki, sənaye inkişaf edir. Məsələn, birinci neft sənayesində danışırıq. Deyək ki, neft sənayesində nə yeniliklər baş verir? Yeni neft quyuları qazılır. Bu məncə normaldır. Bakı-Batum neft kəmərinin bərpası başa çatdırılır 1930-da. Bir də orada bir neçə zavod var, kerosin, nə bilim, onların adını heç mən də bilmirəm. İndi siz də elə oxuyasınız ki, və yeni zavodlar fəaliyyətə başlayır. Zavodların adıdır. Bakıda və Azərbaycanın digər bölgələrindən. Bu sənayeləşdirmənin neft sənayesində olan ümumi vəziyyəti nəticəsi idi. Neftdən savayı deyir ki, digər enerji, elektrik sahəsində də var idi. Burada isə dostlar bir sıra yerlərdə, məsəl üçün İES-lər fəaliyyətə başlamışdı. Füzulidə, orada adı bir yazı Qaryacin, Nuxada, yəni Şəkidə, bir də Salyanda yeni İES-lər fəaliyyətə başlamışdı. Köhnə kitabda bunun ili var idi, 27-28 təzə kitabdan çıxardıblar. Köhnə kitabda vardı, ilk dəfə elektrikləşmiş dəmir yolu, Sabunçu stansiyası 1926 təzə kitabdan çıxardıblar. Çox təəssüflər olsun. Hə. Kənd təsərrüfatı, sənayeləşdirmənin 5 illik planlar əsasında həyata keçirildi. Birinci 5 illik planda əsas keçid nəzərdə tuturdu. Sənayeləşdirmənin nəticəsində Azərbaycan aqrar ölkədən aqrar sənaye ölkəsinə keçdi. Buna fikir vermək lazımdır. Sənayeləşdirmiş şəhər olmadı, aqrar sənaye oldu. Bu nə deməkdir? Aqrar kənd təsərrüfatı, sənayədir. Aqrar sənaye sözü gəlsə, deməli aqrar daha çox inkişaf edib, sənaye az inkişaf edib. Amma sənaye ölkəsi olsa, deməli ki, sənaye aqrarı keçdi. Bu o mənadadır. Yəni kənd təsərrüfatını keçir. Heç nə başa düşmürsünüz. Onu gözlərinizdən oxuyuram. Neysə, mən başa düşürmüşsünüz kimi danışacağam. Bu sənayeləşdirmənin nəticəsində əziz dostlar, nəsə deyirdim. Sənayeleşmənin nəticəsində Gəncə ikinci sənaye şəhəri olur. Birinci sənaye şəhəri hansı olar? Bakı, möhtəşəm. Gəncə də olur ikinci sənaye mərkəzi. Bundan savayı sənayeleşmənin nəticəsində sənaye istehsalına görə SSR-də 3-cü yer olduq. 15 respublikanın içərisində. Birinci RSFSR, sonra Ukrayna, sonra da biz. Əhalinin sayına görə də səhv eləmirəmsə 5-ci yeri olduq. Onu amma əvvəlkiləri qeyd eləməyib, hansılardan sonrayıq. Bakı əhalisinin sayına görə. Dostlar, sənayeleşmənin yaxşı tərəfləri olmağı ilə bərabər pis tərəfləri də vardı. Pis tərəfləri nə idi? Pis tərəfləri o idi ki, bura yeni işçilər gəlirdi. İşçi gəlirdi. Bizə də deyirdilər ki, sizin adamlarınız bilmir. Biz ona görə bizi rus dilli xalq gətiririk. Hətta deyir 39-cu ildə aparılmış ümumi siyahıya alma nəticəsində Bakının yalnız 28% insanı Azərbaycanlı idi.
Yəni buranı ermənilər, ruslar, Ukrayna, Belarus müxtəlif qeyri-Azərbaycanlılar gətirilmişdi fəhlə kimi işlədilməyə. Kənd təsərrüfatında başlıqda kollektivləşdirmə ifadəsini oxuyursunuz. Nə deməkdir kollektiv? İndi dilimizdə işlənir də, birgə, birləşdirmə mənasındadır. Ümumiyyətlə, Azərbaycanda 50 işlə kollektivləşmə dostlar 1929-cu ildə fəaliyyətə başlamışdı. Azərbaycan kəndlərini kolxoz və salxoz deyilən birliklərdə birləşdirməyə cəhd edirdilər. Amma həyata keçirir, olur. Amma çox uğursuz və zalım olur. Niyə olur? Çünki Azərbaycan kəndlisi əzəldən fərdi yaşamağa belə deyim, öyrəşir. Öz yeyim, nə deyir? Ver yeyim, öz işimi özüm görüm də, yəni başqasına işləmək mənlik deyil. Bunlar da gətirir, deyir ki, yox, vəbşim, hamımız bircə işləyəcək, hamımız bərabər yiyəcəyik. Bu da bir... Ay, sənin Allah babanı sağdır. Allah babana can sağlığı versin. Hamı deyir ki, bunu niyə gətirdin indi iki daşın arasında? Nəysə, deyir, bir yerdə yeyib, bir yerdə yatacaq. Ayrı-ayrı yerdə də. İndi sadəcə burada məqam nədir? Məsələn, bu sinifdə Pərvaz oxuyur, Nuranə oxumur. Amma bu Pərvaz da Nuranədə eyni maaş alacaq. Ədalətlidir bu. Yox. Pərvaz, sən elə az maaş alası adamsan. Çünki bu sosializm budur, bərabərlik. Yəni, güya hamı bir çalışacaq. Amma Nuranə çalışmır axı. Axşam dərsin yerini soruşur, səhər yenə, boş soğuq. Ortada bir şey yoxdur. Neysə, dostlar. Sonra kollektivləşmə əleyhinə bizə çoxlu-çoxlu üsyanlar baş verir. Əhali bu qəddar rejimə qarşı Pərvaz üsyan eləyir. Deyir, xeyr ola, Nuranə mənlə eyni maaş alır, amma yeyib yatır. Amma bu üsyanlar məğlubiyyətlə nəticələnir. Hansı ərazilərdə üsyanlar baş verib? Üsyanlar nə zaman baş verib? 1930-da. 30 və 30-cu illərdə. Hansı ərazilərdə baş verib? Şəmkirdə baş verib, Zaqatalada baş verib, Naxçıvanda baş verib, Şəkidə baş verib, ondan sonra Cəbrayıl qəzasında baş verib, 5 dənə yer adı var elə orada. Bu ərazilərdə kollektivləşdirmə əleyhinə üsyanlar baş verir. Bu üsyanların ortaq xüsusiyyəti odur ki, 30-cu illərdə kollektivləşmə əleyhinə. Hətta bəzi yerlərdə, məsələn, köhnə şəta var, Şəmkir yazılır, təzə şəta onun adını çıxardıblar. Bəzi yerlərdə deyir, bu üsyanlara yerli kommunistlər də qoşulur. Şəmkir üsyanında qeyd olunur, amma təzə şəta yoxdur. Sadəcə bəzi yerlərdə kimi xatırlayasınız. Dostlar, sonra 32-ci ildə qərar verilir. Qərar verilir ki, pasport verilsin cəmaata. Yəni ki, mən səni tutanda sənin vəsiqənə baxıb bilmək istəyirəm ki, sən kimsən? Yoxsa 7 şəcərəni sayaraq mənə özünün kim olduğunu sübut eləməyinə ehtiyac yoxdur. Kimlərə pasport verilmir sizcə? Kəndlilərə. Kəndlilərə. Niyə pasport verilmir? Çünki onlar fikirləşirlər ki, bu kəndliyə... Yox. Çünki onlar fikirləşir ki, bu kəndliyə mən pasport versəm, kənddəki işini atıb gələcək şəhərə. Bunun nəticəsində də urbanizasiya partlayışı olacaq. Urbanizasiya şəhər mədəniyyətinin, şəhərin partlayışıdır. Kənd təsərrüfatı qalacaq boş. Bəs süd, qatıq kimi verəcək onu? Bu düzəlmir. Kənd təsərrüfatı çökməsin deyə 32-ci ildə kəndlərə verilmir. Ta 59-a qədər kəndlərə verilmir. Bu dövrdə ümumiyyətlə 20-ci illərin sonunda çörək böhranı olur. Yenə taxılı bu müsadirə həyata keçirdilər zorla. Əhalidə taxıl yoxdur və ona görə xüsusi komissiyalar, kimsə evində taxıl gizlədirsə götürüb gəlmişlər. Fəhlə komissiyaları yaradılır. Onlar kim bilir? İndi işçili sən oturursan rola, dönən kimi qay səni saxlayır. Onu kim bildi ki, sən işçilisən? Normalda 50 dəfə gedirsən, səni heç kim tutmur. Onu da onlar deyib də. Bəli, azad agentlər. Neysə, içkili halda avtomobil istifadə etmək sizin sağlamlığınız üçün zərərlidir, dostlar. Bütün qəzaların əksəriyyəti telefon oynamaqdan və içkili halda avtomobil Sonra 29-da çörək böhranı, sonra var 20-ci illərin sonunda kartoçka sisteminə keçmişlər. Bu nə deməkdir? Şəhərli çörək filminə baxmısınız? Balacanın adı nə idi? Çörəyin itirmiş də, yox. Əhməd idi, nə yapsın, nə idi? Nəysə, Vasif. Kartoçka sistemi nə idi, dostlar? Hamıya belə bir kağız verirdilər. Sənin, məsəl üçün, bir şəxs kimi gündə bir dəfə çörək alma imkanı var. Çörək yox idi. Bizim o bədbaxtda çörəyi qoyur, kartoçkanı qoyur kitabın arasında, sonra gedir cəmaatla. Nəysə, kartoçka sistemində insanların vəziyyətini daha da bərbadlaşır. Təsəvvür etsə bir gün indi kağız verir ki, gündə bir dəfə gedib
Kartoska şey, Kartoska yox, hemen. kartoska, Kart kartiska yazılıb orada. Kartiska Rusçada, biz kartoska deyirik də dostlar. Kartoşka. Nəysə, bu da əhalinin vəziyyətini pisləşdirir. Kollektivləşmə də bizə mənfi təsir edir. Depressiyaya salır bizi. Amma o qədər hayasız insanlarıq ki, bundan da qurtuluruq. Keçirik 3-cü dalğaya, bəs eləmir. Gəlir 3-cü dalğa, o da olur nə? Mədəni quruculuq. Mədəni quruculuğu dostlar, həyata keçirməkdə məqsəd nə idi? Ümumiyyətlə birincisi, köhnə sistemi aradan qaldırmaq istəyirdilər. Molla məktəbi filan, bu kimi hadisələri. Onunla bərabər yeni özlərinə sədaqətli kadrlar yetişdirmək istəyirdilər. Bu da lazım idi. Və bu təzə kitabda burada önəmli işlər var. Mədəni quruculuqda. 1920-1923. Ümumiyyətlə 1920-ci ildə dekretlərin içərisində sizin yadınıza gəlməz. O vaxtda belə bir dekret keçmişdi ki, deyir, din dövlətdən ayrıldı və bütün dini mərasimlərin keçirilməsi qadağan olur, məktəblərdə dini tədris fəaliyyətini dayandırır. Və bu sahədə təbliğat, təşviqat işlərini həyata keçirməkdən ötürü Allahsızlar cəmiyyəti yaradırlar ki, Allahsızlar ateizmi təbliğ eləsin. Cəmiyyətin adı Allahsızlar. Yes. 1923-cü ildə savadsızlıqla mübarizə komitəsini yaradırlar. Ki, kəndlərdə olan o poyları tapsınlar və onları təhsilə cəlb eləsinlər. Və bu savadsızlıqla mübarizənin nəticəsində 30-cu mu yoxsa 40-cı illərdə artıq 70+74-dür neçəydi. Faiz əhali oxuma yazma bilirdi. Bu olur 23-də. Komitəyə başçılıq edir Qəzənfər Musabəyov. 23-cü ildə. Eyni zamanda 23-də bir neçə dənə hadisə var. Siz niyə gülürsünüz? Hə? Niyə gülürsünüz? Qurban olun, mənə də deyin. Fikrimi yayındırırsınız Allah haqqı. Cəmləyəmirəm fikrimi. Bəlkə belə bir təklifim var. Bəlkə sizi çıxardım çölə, ürəkdən gülün qutarın gəlin. Belə gündəmdə saxlayanda daha çox gülürsünüz. Bilirəm, başa düşürəm onu. Reaksiya verməməyə çalışın, prosto əlimdə deyil. Danışırsan gülür, nə ayırasan? Gülməli şey danışıram mən burada. Gülmün. Gülmün. Yavaş-yavaş əsəbləşirəm şey. Birazdan bu saat işgəncə verəcəm sizə burada. Nəysə. 1923-cü ildə dostlar. Bax. Bax, üzünüzə nəhlət. 1923-cü ildə milliləşdirmə siyasəti həyata keçirir təhsil sahəsində. Məktəblərin milliləşdirməsi AXC ilə bunların oxşar xüsusiyyəti ola bilər. 23-də başqa nə var? Azərbaycan Arxeologiya Komitəsi yaranır, Azərbaycanı öyrənən cəmiyyət yaranır, bir də bayaq saydığımız savadsızlıq mübarizə komitəsi yaranır. Sonra 20-ci illərdə təhsil sahəsində başqa nə olur? 20-ci illərdə deməli orada yeni təhsil ocaqları fəaliyyətə başlayır. Baş dövlətin nəzdində Gəncədə kənd təsərrüfatı idi. Burada Politexnik idi, Texnik Universitet, institut idi hələ onda. Tibb var idi, bir də pedaqoji. İndi korporasiyanın adını çıxarıblar təzə kitabdan. Sonra teatrlar fəaliyyətə başlayır. Kukla teatrını bizə çıxardıblar, o birlər qalıb. Gənc tamaşaçılar, Rus dram, opera və balet, nə bilim, musiqili komediya, bunların adı var. Əzbərləyəsiniz, möhtəşəmdir. Sonra keçirik əlifba siyasətinə. Əlifba siyasətində dostlar, 1922-ci ildə birinci növbədə yeni Türk əlifbası komissiyası yaranır. Komissiyanın məqsədi deyir, əlifba məsələsini həll eləməkdir. Və ondan sonra Səməd Ağa Ağamalıoğlunun başçılığı altında yaradır bu komissiya. 1926-da birinci Ümumİttifaq Türkoloji Qurultayı çağırılır. 26-da bir neçə hadisə var. Onlardan biri də budur. Ondan sonra 1926. 1929-cu ildə keçirik Ərəb-Fars əlifbasından keçirik Latin əlifbasına. 1940-cı ildə Latin əlifbasından keçirik Kiril əlifbasına. Bu əslində bizə mənfi təsir edir. Çünki keçmişdəki kitablar tərcümə olunmur. Əlaqə kəsilir. Nə qədər tarixi məlumat, Quran-Kərim tərcüməsi də düzgün həyata keçirilmir bu sistem dəyişikliyin nəticəsində. Bu ki, ümumilikdə tariximizə, mədəniyyətimizə mənfi təsir edir bu hadisə. Deməli. Sonra kinostudiya var dostlar. 1926-da olmuş hadisələrdən digəri isə bunlardır. Kinostudiya fəaliyyətə başlayır, bir də radiostansiya və artıq danışır Bakı ifadəsi. Danışır Bakı desə radiostansiyadır, göstərir Bakı desə telestudiyadır.
Radiostansiya və kinostudiya 1926-cı ildə fəaliyyətə başlamışdı. Əziz, hörmətli abituriyentlər. Faiz adı var. Harda? Demirsiniz 26'da dediniz de başlayın. Qayı? Ayı. Ay yoxdur, yox. Vay. 30-cu illər. 30-cu illərin sonunda məsələn belə bir şey verib. Üzeyir bəy Hacıbəyovun 37-də Koroğlu operasını, aventurasını yaratması və 40-cı ildə mükafata layiq görülməsi verilib. Bu var. Sonra ayda mən şey danışmadım, repressiyalar. Yox, bundan sonra danışarım. Mədəniyyətdə başqa nə var? 32. Sonra məsələn orada Xocalı, Yaloylu təpə, Qızılvəng ərazisində arxeoloji qazıntıların həyata keçirilməsi verilibdir. Onu da oxuyasınız. 30-cu illərdə elə bil nəsə var imiş, amma mən unutmuşam kimi gəlir. 32, 33, 34, 35, o çıxarılıb. 35, 36, 37, 37 və 40 onu dedim. O şeydədir, mədəniyyətdədir. Hə, dostlar, onda sistemi dəyişirik. Artıq digər hissədən danışırıq. İndi danışacağımız sizə kollektivləşmə əleyhinə kütləvi repressiyalar. Ümumiyyətlə, ilk başlarda Sovetlər bizi ələ keçirəndə bizə yumuşaq rəftar edirlər nisbətən. Çünki onların başçısı Lenin idi. Lenin biraz yumuşaq adam olub. Güya, demokratik idi. Sonra ki, Stalin əsas hakimiyyəti özərinə zəmləməyə başlayır, həm Leninin adamlarını vurub kənarlaşdırır, həm də ki, ümumiyyətlə özünə zidd olan adamları. Hadisələr başlayır 1900 dostlar. 34-cü ildə Kirovun öldürülməsi ilə. Kirov öldürülür, repressiyalar başlayır orada, Moskvada. Sonra 36-da bizdə axtarışlar gəlir. Bu repressiya dövründə insanları nədə günahlandırırlar? Birinci növbədə deyirlər, sən pan-islamistsən, pan-türkistsən, pan yəni artıq, ifrat dərəcədə, şiddətli. Sonra başqa ölkələrinin cəsusluq edirsən, başqa ölkələr, məsələn, Almaniya, Türkiyə, Yaponiya kimi ölkələrə. Bu adla, amma birinci kimlər qurban gedir? Birinci keçmiş bolşeviklər. Burada bir məşhur ifadə var. İnqilab öz balalarını yeyir. Belə bir məşhur deyim var. Və ilk Azərbaycanın sovetləşməsində öz mənəviyyatsızlığı ilə xidmət etmiş adamları birinci repressiya aparır. Məsələn, orada adlar var. Ruhullah Axundov, Əliheydər Qarayev, Musa Bəyov, bayaq adını çəkdiyim. Sonra Soltanov var. Biri də vardı, o da məşhur adı yadına çıxdı. Nəysə, bu adamlar ilk repressiyanın qurbanları olur. Və əslində elə yaxşı olur onlara ki, bizi satanda bilmirdilər onların axı nətər olacaq. Bu, biraz rahatladıcı tərəfdir. Pis tərəfi nədir? Repressiyanın ümumiyyətlə əsas zirvə ili 37-ci il idi. Məşhur şeir də var, davam edir 37, daha kəskin, daha ciddi. Xəlil Rza Ulutürkün şeiridir, siz elə şeylər bilməzsiniz. 37-ci ildə isə bizim ədəbiyyatımızın qaymaqları aradan qaldırır. Məşhurları siz bilirsiniz də Hüseyin Caviddir, Mikail Müşfiqdir. Bunlar reklamı olan insanlardır. Bunların reklamı güclüdür, bunların adını çox çəkir. Amma orada Azərbaycanın, məsələn, Əhməd Rəcəbli şey var, adı da var, küçə. Nərmanov adı dərsən. Sonra aktyorlarımız gedir orada. Yusif Vəzir Çəmənzəminli orada repressiya qurban olur. Sonra o qədər çox adamlarımız var. Onların adını öyrənmək çox vacib deyil. Yəni, deyim ki, hamısını əzbər soruşacağım, xeyr. Amma heç olsa 2-3 dənə adam adı çəkin ki, mən bilim ki, siz repressiyalar haqqında məlumatlısınız. Repressiyaların nəticə 3 dənə qurum var idi köhnə kitabda həyata keçən. Bu dəfə 2 dənə qurum var. Bir fövqəladə komissiya, bir də Ali İnqilabi Tribunal. Bir də Qırmızı Ordu vardı. Bunlardan üçündən birini çıxardıqlar təzəşəkdən, amma bilmirəm hansını. Üçünü də dedim ki, onu hansını çıxardıqlarsa özünüz orada iri qlovq eləyərsiniz. Sonra isə dostlar, bir də axırda nə var? 1938-40-cı illərdə deportasiya. Vaxtı ilə Cənubi Azərbaycandan gələn qan qardaşlarımız bir tikə çörək üçün keçmişlər Arazın şimalına. Bu SSR-i bolşeviklər də tutur bunların qulağından deyir ki, 2 dənə şərtimiz var, yaxud 2 yolum var. Ya bizim vətəndaşlığı qəbul edib gedəsən Qazaxstana, ya da keçəsən öz ölkənə. Öz ölkəsinə keçən də şadyanalıqla qarşılanmır. Orada da Rıza Pəhləvi deyir ki, siz Sovet cəssusunuz. Bəlkə gəlmişsiniz bizə cəssusluq eləməyə. O da təzədən orada mühazirət edib köçürlər başqa yerə. Ona görə orada xeyli Azərbaycanlı arasında əlaqə kəsilir. Arazın o tayı, bu tayı söhbəti daha çox gündəmə gəlir həmin dövrdə. Bu sizin sənayeləşdirmə dərsiniz. Sənayeləşdirmə dərsiniz bitdi. İkinci dərsiniz isə nədir? İkinci dərsiniz, bunu yarısını vermişdim onsuz da, mənim problemim deyil. İkinci dərsiniz azdır. Cənubi Azərbaycan 1920-30-cu illərdə.
Qısa. Ümumilikdə dostlar, deyirik ki, 1925-ci ilə qədər Qacar hakimiyyəti var idi Cənubi Azərbaycanda, İranda. Sonra ingilislər Qacarlarla münasibətləri yaxşı olmur deyə Rıza Şah adlı bir dənə Pəhləvi sülaləsindən bir dənə farsı çıxardılar ortaya. Və o əvvəlcə tülkülük edib gəlib Cənubi Azərbaycan əhalisinə görüşür ki, əhali də narazı idi, quraqlıq vardı, qıtlıq var idi, məmur özbaşınlığı falan. Bunu gəlir cəmaatı danışdırır, həvəsləndirir ki, narahat olmayın, mən düzəldəcəm hər şeyinizi, sizə kömək eləyəcəm, sizdən mənə kömək eləyəcəm, bunları devirək. Əhali də küyə gedir, devirirlər Qacarları. Və onun nəticəsində 1925-ci ildə Pəhləvi sülaləsi rəsmən İranda hakimiyyətə gəlir və Fars hakimiyyəti başlayır orada. Fars hakimiyyəti başlayır dostlar. İndi Rıza Şahın gördüyü tədbirlərdən sizə söhbət edirəm. İqtisadiyyat hissəsində 2 dənə cümlə var. O cümlə sizə çox lazımdır. Bir gün 100% qəbula düşəcək. Birinci cümlə orada şəkər zavodunun fəaliyyətə başlamasıdır. Bunu nəyə görə oxuyursunuz? Xiyabani hərəkatı oxumuşduq biz o vaxt. Xiyabani hərəkatına planlanan tədbirlərin içərisində şəkər zavodu da var idi. Sağ ol. Amma həyata keçirilməmişdi. Amma 20-30-cu illərdə şəkər zavodu fəaliyyətə başladı. Bir cümlə budur. İkinci cümlə bilirsiniz nədir? 20-30-cu illərdə Cənubi Azərbaycana milli sənayenin əsası qoyuldu. Xiyabanida olan şeyləri verib bizi çaşdıra bilər də. Xiyabanın dövründə iqtisadi tədbirlərin əsası milli sənayenin əsası qoyuldu. Səhvdir. Şəvəri var bundan sonra keçəsiz səhvdir. 20-30-cu illərdə olur bu hadisə. Yəni ona görə bu iki cümləni nə olur olsun öyrənməlisiniz. Bir də siyasi hadisələr nədir? Qısa. Siyasi hadisələr bu. Rıza Şah özünü Hitlerə oxşadırdı. Özünü İranın Führeri adlandırırdı. Başlayır onun kimi gic tədbirlər görmək. Və bu tədbirlərdən təbii ki, yenə ziyan görən kim olur? Bizimkilər. Hətta orada türk dilini qadağan edir, kitab çıxartmaq, qəzet nəşr eləmək, ondan sonra yol adlarınız adın, türk kəndlərinin adını hamısını dəyişən farslaşdırma həyata keçirir də. Bir də orada 1937-ci ildə inzibati islahat keçirir. Cənubi Azərbaycanın özünün ümumilikdə 2-3 yerə bölür. Bu əslində məqsəd odur ki, bir-biri arasında əlaqəni itirsinlər, sındırsınlar. Osmanlığa bölür, deyir. Fars dilində vilayət kimi bir şeydir orada. Bir də o dərsin sonunda dostlar, bayaq danışdığım Cənubi Azərbaycanlıların deportasiyası məsələsindən söhbət edir sizə. Və siz onu oxursunuz, qutardı. Burada qorxulu bir şey var? Yoxdur. Əziz dostlar, bugün daha bir şad xəbərlə gözəl bir dərsimizin izahını yekunlaşdırırıq. Növbəti dərs izahlarında görüşmək ümidi ilə özünüzə yaxşı baxın.